Müəllimlər, hər vaxtınız xeyir olsun. Mən İsayeva Röya bugün sizə güvəndən söz birləşmələrinin izahını göndərirəm. Müəllimlər yazır ki, suya gedən sürməli qız bir xəbər verirlərindən. Deyir, burada söz birləşməsinin növünü və aslı tərəfindən ifadə olunub onu deyin. Müəllimlər, burada söz birləşməsi birinci növ ismi birləşmədir. Demişik, birinci tərəfi necə, nə cür, hansı sualına cavab verib təyin olan birləşmələr birinci növ ismi birləşmə adlanır. Və bunun birinci tərəfi sür, sürdən sürmə yaranır, sürmədən sürməli. Qovurmalı aş, sürməli göz. Deməli, oldu nə? İsmi birləşməyə düzəltmə sifət. Yenə aslı tərəfi yenə düzəltmə sifət olan, bayaqki kimi, sürməli sözü kimi. Parlayır və parlaq olur. Sonra tabe tərəfi, yenə birinci tərəfi deyir. Təsriflənməyən feil olan söz birləşməsi. Tabe deyəndə asılı tərəfi seçirik. Yəni birinci. Demişəm, sağ əsasdır. Deməli, birinci tərəf nə olmalıdır? Təsriflənməyən feil olmalıdır. Yazılası tapşırıq. Birinci tərəfi feili sifətdir. Tərəf isim olan pambıq corab. Keçək növbətiyə. Bu PDF yaxşıdır. Bayaq ki, biraz qaranlıq idi. Hansı ismi birləşmənin aslı tərəfini müəyyənə çevirə bilərik? Oxumağın həvəsi olmur, istirahətin parkı, reklamın şöbəsi, nitqin mədəniyyəti olmur, amma onun gəlirinin mənbəyi nədir? Gəlirin mənbəyi. Oxuyanların çoxu birləşməsinin növünü göstərin. Bu üçüncü növ ismi birləşmədir, müəllimlər. Görək, haradadır o? Və deyir, bunun birinci tərəfi nədir? An, ən nə şəkilsidir? Feili sifət şəkilsidir. Deməli, ismi birləşmə, birinci tərəf feili sifət, ikinci tərəfi isə saydır. Demişəm ki, çoxu, çoxları gördüsə və çoxdur gördüsə, müəllimlər, düşünmədən burada çox sözünü say götürün. Onda deməli, bu ismi birləşmədir. Birinci tərəfi feili sifətdir, ikinci tərəfi saydır. Söz birləşməsi haqqında yanlış. İki müstəqil sözün birləşməsidir. Defislər nədir? Defislər yazılır. Bunlar yalnız ayrı yazılırlar. Defislər yazılmırlar. C bəndi. İsmi birləşmə verilməyən hardadır? Gəlin baxaq görək. Harada? Gedən ən feili sifətdir, feili birləşmədir. Bəs deyərsiniz, ay müəllim, bəs sənin oynamağın da axı burada məsdər var. Xeyr, demişik birinci tərəfə yiyəlik olanda, ikinci tərəfdə maq olsa da, burada maq üstə gələk mənsubiyyət olanda bu birləşmə. Bax, bu sxemə uyğun gələn birləşməyə ismi birləşmə deməliyəm. Birində ismin sualına cavab verən feili birləşmə işlənmişdir. İsmin sualına cavab verən, yəni kim, nə, hara feili birləşmə işlənibdir. Gəlin baxaq onda. Deyir, pəncərənin qabağında dayananlar kimlər? Görürsünüz. Amma gəlin o birlər, bax, getməyinə çox var. Burada ümumiyyətlə feili birləşmə yoxdur. Atılıb düşən sərçələr hansı? Burada da yenə feili birləşmə yoxdur. Bax, bunlar sadəcə feili sifətdir. Bax, bu sadəcə məsdərdir. Bu sadəcə feili sifətdir. Yəni, bunlar birləşmə deyil. Ağlayan uşaq, yenə feili birləşmə yoxdur burada. Ovçu yuvasına bənzəyən dalanın sirri, hələ də hansı dalanın ovçu yuvasına bənzəyən. Burada yenə ismin sualına cavab vermir. Keçək növbəti sualımıza. İsmi birləşməni müəyyən edək. Əsas tərəfi, yəni sağ tərəfi adı olmalıdır və əsas nitq hissəsi olmalıdır. Yəni adlar deyəndə, yəni feil olmayan sözlər olmalıdır da. Süni intellekt. Bax, kimi əvvəl köməkçi nitq hissəsi də olmur. Arzulayaraq feili bağlamadır, feili birləşmədir. Baxa-baxa feili bağlamadır, deməli feili birləşmədir. Aslı tərəf nə ola bilməz? İsmi birləşmənin aslı tərəfi nə ola bilməz? Demişik, feili bağlama cümlədə yalnız zərflik olur. İsmi birləşmənin aslı tərəfi ola bilmir. Gəlin baxaq, amma sifət olur, uca dağ, isim olur, daş divar, feil sifət olur, qaçan adam, əvəzlik olur, həmin adam. Hansı quruluşca mürəkkəbdir söz birləşmələrinə? 3 əsas nitq hissəsi olan. 3 əsas nitq hissəsi olana mürəkkəb deyirik. Onun dərin baxışı. Amma kömək etmək burada bir söz gedir, sarı qoşmadır bunlar. Bir söz gedir, tək qoşma deyə quş tək sözü bir dənə söz hesab olunur. Hər iki tərəf isimlə ifadə olunan söz birləşməsini. Baxın, torpaq da, yol da, gözəllik də, aşiq də isimdir. Biri ismi birləşmə deyil, çıxanda feili bağlamadır, ona görə feili birləşmədir. Feili birləşmənin əsas tərəfi cəmdə işlənmişdir. Feili birləşmə, ismin nə? İsmi birləşmənin əsas tərəfi cəmdə işlənmişdir. Gəlin baxaq. Biz demişik ki, atalar sözləri, elmlər namizədləri, həmkarlar ittifaqları, bunlar ikinci növün istisnasıdır ki, ikisi birdən cəmlənir. Əsas tərəfi cəmdədir, görürsünüz. Məsələn, sirlər xəzinəsində aslı tərəf cəmdədir. Ondan sonra, burada ümumiyyətlə cəm isim yoxdur, toplu isim təkdir, cəmaat topludur, amma tək isimdir də. Məsələn, cəm isim burada da görmürəm. Yenə görmürük. Cəm deyəndə larlər axtarırıq da biz. 16.
Müəllimlər deyir, hansı fikir səhvdir? Söz birləşməsi tərkibində sözün mənası nisbətən konkretdir. Bəli, bir var ağac ola, bir var alma ağacı ola, daha konkret oldu. Söz nitq prosesində formalaşan sintaktik vahiddir. İsmi birləşmənin bütün nümunələri sintaktik təhlil zamanı parçalanır, bütün yox. Yalnız birinci növ parçalanır. Yalnız birinci növ. Baxın, nitq prosesində formalaşır müəllimlər. Amma bunu bizə, bax bunu mən altına xətt çəkim ki, buna bir aydınlıq gətirəm sizə. Amma bizə bunu frazoloji birləşmə haqqında desə deyirik, yox, səhvdir. Frazoloji birləşmə nitq prosesində formalaşmır. Dildə hazır şəkildə olur, hazır. Baxın, ismi birləşmənin aslı tərəfi feili bağlama ilə ifadə oluna bilməz. Bayaq o tipli bir sualımız da gördük. Bu düz cavabdır. Sadəcə bunu yadda saxlamaq üçün qeyd elədim. Deməli, bircə birinci növ parçalanır. Müəllimlər, hamısı parçalanmır. Ümumiyyətlə, ismidən də, feilidən də bircə birinci növ parçalanır. İndi müəyyən istisnalar var, onu deyirik dərsdə. Hansı ismi birləşmə deyil? Dıqları, feili sifət tərkibidir. Əsas tərəfi ifadə oluna bilmir ismi birləşmənin. Nə ilə ifadə oluna bilmir? Gəlin baxaq. Əsas tərəfi nə olur ismi birləşmələrin? Məsələn, birinci növ uca dağ. Əvvəlində təyin ola bilən birləşmə olmalıdır ki, ona təyin qoşula bilsin ki, birinci növ olsun. İkinci və üçüncü növün isə əsas tərəfində nə olmalıdır? Mənsubiyyət olmalıdır. Mənsubiyyət. Şəxs vəzifələri mənsubiyyət qəbul etmir deyə E-bəndi. İsmi birləşmənin birinin aslı tərəfi digərlərindən fərqlənir. Gəlin baxaq. Ev, sinif, dağlar, vaxt, Arif. Deməli, aslı tərəf necə fərqlənir? Hamısı yiyəlikaldır, müəyyən yiyəlikaldır. Amma dağlar və aralıq qeyri-müəyyən yiyəlikaldır. Biri söz birləşməsi deyil. Biri söz birləşməsi deyil. Əslində burada sualı düz qoymurlar. Niyə qoymuyublar? Məsələn, biz buna belə də yanaşa bilərik. Deyərik ki, ay müəllimlər, hamısı ümumi isimdir, Arifin xüsusi isimdir. Sadəcə biz söz birləşməsini bilirəm ki, növünü nəzərdə tutur deyə deyirəm, hə, bunlar hamısı üçüncü növdür. Çünki birinci tərəfi nədir? Müəyyən yiyəlikaldır. Amma dağlar maralı ikinci növdür. Çünki birinci tərəfi qeyri-müəyyən yiyəlikaldır. Yəni buna iki cür yanaşmaq olar bu suala. Biri söz birləşməsi deyil. Kömək etmək mürəkkəb feildir. İsmi birləşmələri müəyyən edin. Rəhimdil Rəşid bəy tələsik oğlanın köməyinə yüyürdü. Vuruşma qurtardıqdan sonra Rəhimdil Rəşid bəy oğlanın köməyinə yüyürdü. Rəhimdil Rəşid oğlanın köməyi. Bəli. Sonra ismi birləşmənin yalnız birinin aslı tərəfinə yiyəliyi artıra bilərək yaşamağın həvəsi, nitqin mədəniyyəti, coğrafiyanın kitabı, maliyyənin şöbəsi olmur, amma kəndin məktəbi olur. İsmi birləşmənin əsas tərəfi nə ola bilməz? Yəni sağ tərəfində nə ola bilməz? Köməkçi nitqçələri ola bilməz. İsmi birləşmə haqqında səhvi tapırıq. Gəlin baxaq. Deməli deyir ki, mürəkkəb cümlə üzvüdür, bəli. Aslı tərəf müəyyən yiyəlikalda ola bilir, bəli. Tərəfləri eyni zamanda cəmlənə bilmir deyir. Niyə? Atalar sözləri, qızların ataları səhv deyir. Yalnız sadə söz birləşməsi işlənsin. Bax, yaz, ilıq, nəfəs. 1, 2, 3 söz. 3 əsas nitq səsi varsa o artıq o mürəkkəb sözdür. İmtahan, ciddi, hazırlaşmaq. Yenə 3 əsas nitq səsi var. Hətta hazırlaşan uşaq bu birinci növ götürülürsə 4 əsas nitq səsi götürərik. Deməli bu da olmur. Sadə odur ki, 2 söz. 2-dən o tərəfi ola bilməz. 2 dənə söz birləşməlidir. 2 əsas nitq səsi olmalıdır, yəni çox olmamalıdır. Vətəni qorumaq şərəfi 1, 2, 3. Sənə ən qiymətli daşları, qiymətli daş. Yəni burada ən ədatdır deyə quruluşa təsir etmir. E-də isə ümumiyyətlə ismi söz birləşməsi yoxdur E-də. Yaman günü görməyən yaxşı günün qədrini bilməz. Düzgün nədir? Yazışı deyişi fərqlənmir. Niyə görməyən fərqlənir? Sintaktik əlaqənin həm aslı tərəfi, həm əsas tərəfidir. Günü görməyən, burada hal şəkilçisi ilə əlaqələnib deyə, yaman günü görməyən, yaxşı günün qədrini bilməz. Deməli, burada günü hal şəkilçisi olduğuna görə idarə əlaqəsində əsas tərəf olub, görməyən bilməz. Görməyən bilməz. Yenə burada isə yenə əsasdır. Çünki mübtədadır. Mübtəda aslı tərəf ola bilmir axı. Təsriflənən feildir. Xeyr. Deməli, bunlar getdi. Yaman günü birləşməsi ilə tərkib yaradıb, bəli. Kim bilməz, yaman günü görməyən. Tərkib yaradıb, doğrudur. Tərkibi görə təhlili görməyən. Bu cürdür. 2 qrammatik var, leksik yoxdur. Biri feili birləşmədir, dığı. Bəndi. Aşağıda feili hansında aslı tərəf səbəb bildirir. Yəni birinci tərəfə birinci niyəsini bildirir hadisənin.
Birinci tərəf. Gəlin baxaq. Qorxudan ağlayır niyə? Hirsindən titrir niyə? Aha. Birinci tərəfi sifət deyil. Gəlin baxaq. Ağlayan körpə indi ağlayır. Ağla sözün kökü yibdişdircə an feili sifətdir. Bu sifət deyil. Hər iki tərəfi sifət olan birləşməni göstəririk müəllimlər. Gəlin baxaq onda. Hər iki tərəf feili sifət olan daha doğrusu. Gəlin. Dığı an. Abəndi. Hər iki tərəfi düzəltmə sifət olanı istəyir bizdən. Düzəltmə sifət. Deməli, evimizdəki küsülü. Küsdən küsül sözü yaratmır. O küsülü. İkisi bir götürülür. Sintaks təhlil zamanı parçalana bilən ismi birləşməni götürürsünüzsə, deməli, mənalı həyat. Biz bilirik ki, bircə birinci növ parçalanır. Amma onun da istisnası var. Yeni il, qədim dövr, orta əsrlər parçalanmır. İsimdən düzələn sifət asılı, yəni birinci tərəfi isimdən düzələn sifət olmalıdır. Gəlin baxaq görək. Maraqlı. Yox, bizə ismi birləşmə deyir. İsmi birləşmə deyirsə ola bilməz, yox bunu. Aslı tərəfi isim. Qorxu oldu isim. Qorxulu oldu sifət. Variantların hamısına baxmaq ona görə lazımdır. Görürəm bu cavab da uyğun gəlir. Sonra qayıdıb baxıram ki, ismi birləşmə lazımdır. Biri feili birləşmə deyil. Adam əsas tərəfi feillə ifadə olunmadığına görə feili birləşmə deyil. İki sözün birləşməsindən yaranıb. Baxaq onda. Gəlin baxaq. Bax, 1, 2, 3 söz. 1, 2, 3 söz. 3 əsas nitq səsdə, yəni onu demək istəyirəm. 1, 2, 3 əsas nitq səsi. 1, 2, 3 əsas nitq səsi. Amma ümid olmaq bir söz gedir. Mürəkkəb feil. Bu da bir söz. Bəli. Söz birləşməsini müəyyənləşdirirsiniz. Dərsin sonu. Qədər qoşmadır. Neyinirsiniz? 2 söz var, bəsdir. Götürürük. Ötürü qoşmadır. Götürmürük. Biz vətənə qayıdırıq. Bu cümlədir. Əsasən qoşmadır. Güldü cümlədir. Bunları götürün. Feili birləşmənin asıl tərəfi subyekt. Yəni iş görən, icraçı. Yəni birinci tərəf icraçıdır, iş görəndir. Elçin gəlincə. İsmi birləşmə bütövlükdə bir cümlə üzvüdür. Hər tərəf. Bax, necə gül, ətirli gül. Hansı şagird, bu şagird, hansı quş, oxuyan quş, hansı kitab, o kitab, amma hər tərəf, yeni il, qədim dövr, orta əsrlər, 20-ci əsr, bunlar parçalanmayan birinci növ götürülür. Çalışıb yaxşı oxuyan. Bu məstər tərkibidir. Və tərəfləri arasında hansı əlaqə var? Xüsusi şəkilçisi yoxdursa, deməli, tabilik əlaqəsi, yəni yanaşma əlaqəsi var. Məstər tərkibi və tabilik, bəli. Neçədən əli testimiz? Çoxdur. Belə. Deməli, müəllimlər, neçədə qalmışdıq? Qaldıq Şuşanın yolları. Deyir, əgər ikinci tərəf mənsubiyyətsiz olanda, birinci tərəf biz bilirik ki, bizim, sizin olanda, ikinci tərəfdə mənsubiyyət olmayanda, birinci tərəf ayrılıqla təyin götürülür. Özdə. Köksündə açılmış daş yarası mənim üçün zəfər çiçəyi qədər sevimlidir. Bu biraz ola bilər kiməsə aydın gəlmədi ki, müəllim nədir ötəri. Mən də belə dedim ki, biz bilirik ki, üçüncü növün birinci tərəfi bizim, bir də sizin olanda, bizim, sizin olsa və bunun üstünə mənsubiyyət şəkilçisi olmadan gəlsə söz, bunun birinci tərəfi təyin ola bilir. Məsələn, bu belə ola bilər. Sizin yollar. Sizin yollar genişdir. Hansı yollar? Aha. Deyir, köksündə açılmış daş yarası mənim üçün zəfər çiçəyi qədər sevimlidir. İşlənmiş feili birləşməni göstərin, köksündə açılmış. Feili sifət tərkibi. Feili birləşmə hardadır? Sahildən ayrılıb gələndə, keçmişi yadıma saldım. Nə zaman saldım? Sahildən gələndə. İsmi birləşmənin asıl tərəfi qeyri-müəyyən hardadır? Qeyri-müəyyən. Qış axşa ananın ürəyi qoymadı burada. Atalar, karvan yolu, gözəllər, atalar sözləri. Bəndi. İsmi birləşmə işlənməyibdir. Harda? Uzun əsrlər, hər tərəf. Ananın baxışları, gözəl dost. Amma C bəndində yoxdur. Hər gün nə zaman? Hər gün nə zaman sualına cavab verəndə bunu bütöv zərf götürürəm. Yəni o söz birləşməsi deyil, ayrı yazıldığına baxmayın. İkinci dərəcəli cümlə üzvü yerində işlənmiş ismi birləşmə. Nəyi tərifləyirlər? Elə mənim oxumağımı. Bəli. Amma nədir? Sənin vəsiqəndir. Bu ikinci dərəcəli üzv deyil, baş üzvdür. Gözümün nuru, ay gözümün nuru, xitabdır, çağırır. Daş hasarı söktülər.
Deməli, burada nəyi söktülər? Hasarı. Necə hasar daş açar? Bütöv getmir cümlə. Nə açıldı? Həyatın qapısı. Burada da baş yüzü gedir. Feili birləşmənin asıl tərəfi icraçıdır, iş görən. Subyekt. Müəllim danışır. Birləşmənin biri quruluşa sadədir. Bax, bir söz, iki söz, üç söz. Sadə odur ki, sadə söz birləşməsi. İki söz olsun. İki əsas söz. Dərs, yaxşı öyrənmək. Yenə üç söz. Bura, uzaq baxmaq. Ev, vaxt gəlmək var. Amma cavab vermək bir feil gedir, imtahan bir feil. C bəli. Əsas tərəfi məstərlə ifadə olunan feili birləşmə hansı cümlə üzvü ola bilməz? Məstər təyin olunur, müəllimlər demişik. Təsriflənən feillə əlaqəyə girməyən hal yiyəlik haldır. Təsriflənən feillə əlaqəyə girmir deyə müstəqil cümlə üzvü olmur. Məktubu yazmaqda birinci tərəfin nə bildirir? Obyekt bildirir, çünki üzərində iş görülür. Obyekt tanıdır, bəndi. İsimlə ifadə olunmuş. Birinci tərəfi isim olan feili birləşmə uşaq isimdir. Sonra biri mürəkkəb ad deyil, mürəkkəb ad ayrı yazılır, ayrı yazılmayan mürəkkəb ad deyil. Feili birləşmə ismin sualına cavab verir. İsmin sualına cavab verir. Nərgiz kimi toya gələnləri içəri dəvət etdi. Kimi? Görürsünüz ismin sualı. İsmin birləşmənin aslı tərəfi sifətlə ifadə olunmayıbdır. Mələyən, dinləyən feili sifətdir. Sifət deyil. Feili sifətdir bu. Feili birləşmə hansıdır? Dərsi oxuyan. Biri səhvdir. Bəzi ismi birləşmənin birinci tərəfi təyin olur, bəli. İnsan həyatının anları ismi birləşmədir, bəli. Bütün ismi birləşmənin arasına söz girir, xeyr. Məsələn, ana ürəyi. Birinci tərəf qeyri-müəyyən yerlik halında heç bir söz girə bilməz, bax, bu ikisinin ortasına. Və yaxud da ucadaq. Bu birinci növün də ortasına yalnız və yalnız bir ədatı girə bilər. Mürəkkəb adlar hansıdır? Ayrı yazılanlar. Dilşad var, Abbasqulu var burada. Səməd Vurğunu gördük. Çaşdıq. C bəndi. Xəzər dənizi, Baykal Gölü, Milli Məclis. Sonra müəllimlər, hansı mürəkkəb adı səhv yazılıbdır? Gəlin baxaq. Deməli, ay müəllimlər, burada nə götürməliyik? Təhsil şöbələri hamısı böyük olmalıdır. Sindaq təhsil zamanı parçalanan birinci növ axtaran, böyük məslək, ağıllı şagird. Birinci növün birinci tərəfi təyin olur. Əsas tərəfi məstər olan feili birləşmənin işləndiyi cümlə, əsas tərəfdə nə? Yəni sağ tərəf məstər olmalıdır. Dostların görüşünə çıxmaq. Amma bax, çığırmağın əvvəlində söz yoxdur. Oxumağın əvvəlində söz yoxdur. Yıxılmamağın əvvəlində söz yoxdur. Təhsil almaq mürəkkəb feildə əvvəlində söz yoxdur ki, tabe edib tərkib yaratsın. Tabe tərəfi düzəltmə sifət. Tabe yəni asılı, yəni sol tərəf. Yəni asılı tərəf. Yəni birinci tərəf. Və bu sifət olmalıdır. Gəlin baxaq, soyuq. Biri söz birləşməsi deyil, sənin kimiləri üçün qoşmanı düzüblər bura deyə söz birləşməsi olması üçün ən azı 2 əsas nitq hissəsi olmalıdır. Sıfır temi yoxdur, yəni ikinci növ yoxdur, harada yoxdur. Araz dərəsi böyük bir torpağın sinəsi açılmış xəncər yarasıdır. Araz. Dərəsi böyük bir torpağın sinəsində açılmış xəncər yarasıdır. Ömür dedikləri bir karvan yolu. Dünyanın əvvəlki sonki ilqarı. Bir də bulutlara çırp qanadını. T0 temi yoxdur burada. Hanı burada? Dünyanın əvvəlki sonki ilqarı. Bir də bulutlara çırp qanadını. Yoluma göz dikmə axşam çağları. Elmalı. Araz dərəsi böyük bir torpağın sinəsinə açılmış xəncər yarası. Burada var. C bəndi yoxdur. Fikirlərdən biri səhvdir. Söz birləşmələrində tərəflərin müstəqil vurğusu olmur, elə səhvdir. Hər sözün öz vurğusu olur. Hara gedir içindən yana-yana dünyamız? Analar istəyincə kaş dolana dünyamız. Mən bunu həmişə deyirəm bu vaxt ilə Arazın sınaqlarına düşürdü. Bu biraz nisbətən o vaxt 2010-cu illəri deyirəm. Çətin də gəlirdi uşaqlara və video izahda Araz bunu vermişdi. Burada istəyincə sözü sizi çaşdıracaq yəqin ki variantlarda. Burada belə bir şey var. Burada bunun feili bağlama mı deyili götürək, yoxsa qoşma mı götürək? Müəllimlər, ona belə bir izah gəlir ki, deyir ki, analar istəyincə feili bağlama götürsən belə çıxır ki, yəni analar istəyənə qədər dünyamız fırlansın, analar istəməyəndə fırlanmasın. Axı feili bağlama inkarda işlənə bilər. Amma bu deyil. Deyir, analar istəyinə görə dünyamız fırlansın. Axı hansı ana? Hər ananın övladı var. Hansı ana istəyir ki, dünya dayansın?
övladdan ayrı qalsın. Yəni ona görə anaların istəyicə dünya fırlansın. Dünya anaların istəyinə görə fırlansın. Yəni daim fırlansın. Sülh olsun yəni. Bütün misralarda mənsubiyyət şəkilçisi var. İçi, dünyamız, istəyi, dünyamız. Həm ismi, həm feili birləşmə var. Hara gedir içindən yana dünyamız, analar istəyi var. Həm arzu ədatı var, kaş. Həm arzu şəklində olan feil var, dolana. Hər iki, nümədə iki feili bağlama artıq yoxdur. Dedik ki, ıncanı bir götürmürəm orada. İki köməkçinin qısası var, bəli, cacədir və kaşdır. Qəşəng sual idi bu vaxtında. Çox çətin gəlmişdi. O vaxt abituriyentlər olurdu da, o vaxtlar əsasən 2010-cu ildən danışıram. Hansı ismi birləşmənin aslı tərəfinə yeri kal artırmaq olmaz? Kəndin yolu, Xəzərin sahili, quşun yuvası, ağacın kölgəsi. Amma müstəqilliyin günü olmur. Olur, daha doğrusu onu müəyyənə çevirmək olmur. Feili və ismi birləşmə işlənmişdir. Hardan? Bu yerlə çarpışan, göylə əlləşən deyir ki, dostdan, aşinadan necə əl çəkim? Binadan gözəl olmayan telin qədrin nə bilər? Oxuduqca şirin-şirin diliniz, bağrım olur şana-şana durnalar. Gəl görüm kimin yarısan, hansı bəxtəvərin vəfadarısan? Ana Təbriz elə düşüb yadıma, qol uzalı, əl titrəkdir el oğlu. Baxın, feili birləşmə yoxdur, feili birləşmə yoxdur, feili birləşmə yoxdur. Keçirik 2 dənə A variantına. Binadan gözəl olmayan, anəm feil sifətdir, gözəl olmaq və bina. 2 dənəsi oldu mu feil sifət tərkibi. Telin qədri, bu da 3-cü növ ismi birləşmə. Sizə bir dənə də söz deyim, müəllimlər. Burada belə bir şey var. Deyir, bu yerlə çarpışan, göylə əlləşən. Bax, hansı dost daşına göylə əlləşən, hansı dost yerlə çarpışan. Yəni burada bu yeri 1-ci növ ismi birləşmə kimi götürmürük. Niyə? Deyir, yəni bu dostlarla necə əl çəkim? Bu yer birlikdə ismi birləşmə kimi getmir ona görə. Yəni bu bilirəm ki, bəzilərinizi çaşdıra biləcək variantdır. Hər iki tərəfi sifət olunmuş ismi birləşmə. Sifət, yaralı və xəstə. Sonra feili birləşmişləmiş cümləni göstərirsiniz. Biz evdən çıxarkən, nə zaman yağdı yağış? Biz evdən çıxarkən. Yağdı, biz xəbərlə uzlaşmayıb deyə o da tərkibin içindədir. Mürəkkəb söz birləşməsi harda var? Yəni 3 dənə söz olmalıdır, 3 dənə. Şadlığından hədsiz dərəcədə sevinən, ən azı hətta 3-ə yetən yerdə 4-ü var. İsmi birləşmədən ibarət cərgəni göstərirsiniz. Elə A bəndi görürəm. Çünki bulud, silsilə, yol. Bu niyə olmur bu birisi? Çıxarkən feili birləşmə olur, uzaqlaşarkən feili birləşmə, görünən feili birləşmə, oynayan feili birləşmə. İsmi birləşmə yoxdur. Sənin gəlməyin, gözəl vətən, yaz səhəri, bu hadisə, C bəndi. İsmi birləşmənin aslı tərəfi müəyyəndir, müəyyən. Yerlərin səhərləri. Fərqləndirilmiş hissə söz birləşməsi həm də 2 fərqli sözdür. Həkimlik sənəti çox diqqətli olmağı tələb edir. Hakimlik sənəti çox diqqətli. Elxan usta köməkçisi ilə söhbət edirdi. Elxan usta köməkçisi ilə söhbət edirmiş. Bir də Elxan usta köməkçisi ilə söhbət edirmiş. D bəndi 2 cür düşünə bilərik. Söz birləşməsi ilə bağlı səhvi göstərirsiniz. Gəlin baxalım da defislə və bitişik yazılmırlar. E bəndi. Sonra müəllimlər sərkərdənin böyüklüyünü, döyüşün gedişi göstərər. Neçə ismi birləşmə var? Sərkərdənin böyüklüyü, döyüşün gedişi. 2 dənə. Söz birləşməsinin birinin aslı tərəfi zərfdir. Astadan, nə tərzdə? İsmi birləşmə hansıdır? Ad, ikinci tərəfində adlar olmalıdır. Söz birləşməsi bütövlükdə cümlənin bir üzvüdür. Bəyaz bulud, necə bulud? Bu cahana, hansı cahana? Hansı uşaqlar bizim uşaqlar? Necə film, sənədli film. Bu yerlərə, hansı yerlərə? Bu nəyə gəlmədim yox. Mən hara gəlmədim bu yerlərə? Mürəkkəb söz birləşməsi yoxdur. Yəni mürəkkəb söz birləşməsi nədir? Ən azı 3 əsas nitq hissəsi olmalıdır. Buz kimi soyuqsan, daş kimi, ümumiyyətlə burada söz birləşməsi yoxdur. Qoşa, qala, qapı 3 dənəsi var. Görkəmli elm xadimi 3 dənəsi var. Bu torpağın övladları 3 dənəsi var. Deyir ki bizə, mürəkkəb söz birləşməsi harda yoxdur? Doğma, yurt, füsunkar, mənzərə 4 dənə söz var, A bəndində yoxdur. Heç bir tərəfi ismi olmayan təyini birləşmə. Bax, sifətdir, sifətdir, sifətdir.
Yaxşı, dayan. Feili birləşmənin aslı tərəfi subyektdir, yəni icraçıdır. İcraçı qoy görək hardadır? Sən danışırsan, icraçı sənsən. Yə və mənsubiyyət, yəni üçüncü növü axtarıram. Mənim oxumağım, sənin çalışmağın. İki feil sifət olsa da biri birləşmə yaradıb, yəqin birinin əvvəlində söz yoxdur ona görə. Yıxılan feil sifətdir, əvvəlində söz yox deyə birləşmə yaratmayıb. Kim çox olar? Balta vuran. Kim çox olar? Yıxılan ağaca balta vuran. Bu tərkibi ikincisi yaradıb. Xəbər ismi birləşmədir, seyr edir ismi deyil. Axtardığım ismi deyil, odur ismi deyil, heyrətə düşmək. Bax, yaz səhəri. Birində ismi birləşmənin aslı tərəfi müəyyəndir. Müəyyən. Gəlin, baxaq onda. Güllərin çırağı. Əsas tərəfi feil sifət və feili bağlama ilə ifadə olmuş söz birləşmələri üçün ortaq nədir? Feil sifət və feili bağlama ilə deməli mürəkkəb cümlə üzvü olur da. Söz birləşmələri axı mürəkkəb cümlə üzvü olur. Yanlışı deyil bizə. Feili birləşmədir, mürəkkəb cümlə üzvüdür, təsdiq və inkar olur, mübtədə ola bilir özdə. Yox, feili bağlama yalnız zərflik olur axı, mübtədə olmur. Mürəkkəb adları hansı səhvdir? Deyir ki, mürəkkəb adların ixtisarına artırılan şəkildə ixtisara uyğun artırılır, bəli. Heç də hamısı ixtisar şəklində yazmaq olmur, bəli. Tərkibində miqdar sayıları rəqəmlə yazıla bilər. Niyə yazılmır ki? Yazılanda ay böyük yazılır özdə. Hər sözün öz vurğusu olur. Dövlət tərtibində hamısının baş hərfi böyük yazılmır. Demişəm adam bildirən. Məsələn, əməkdar, müəllim. Müəllim kiçik yazılır. Titul bildirən söz səhv yazılmışdır. Titul. Xatun, xanım, xatun orta və sonda kiçik yazılmalı idi. Ağa, xanım birinci böyükdür, ortada, sonda kiçik. Hansı mürəkkəb ad səhv yazıb? Nazirlik adları böyük yazılmalı idi. Söz birləşməsi parçalanmır, bu olur mürəkkəb adlar. Neçə testi bu qutarırıq görək. Az qalıb, 111 dənədir. Biri söz birləşməsi deyil. Gəlin, baxaq, səndən başqa qoşma olduğu üçün söz birləşməsi deyil. Mürəkkəb adı haqqında səhv fikri seçirik. Gəlin, baxaq. Bütün mürəkkəb adlar ixtisar şəklində işlədə bilər? Xeyr. Məsələn, Azərbaycan Respublikasının əməkdar müəllimi necə işlədir? İşlətmirik. Hansı mürəkkəb ad səhv yazılmışdır, deyir müəllimlər? Gəlin, baxaq, görək, hansı səhv yazılmışdır. Orxan Yenisey abidələri, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Milli Məclisinin sədri, bu köhnək testləndi, amma indiki testlə doğrudur. Azərbaycan bayrağı, bu bunun filologiya fakültəsi. Filologiya necə yazılmalı idi? Düzgün yazılmalı idi. Elə bu indikinə də yoxdur. Çünki filologiya səhv cavabımız E-dir. Mürəkkəb ad ayrı yazılan B bəndi. Tərkibində bütün sözün baş hərfi, böyük hərfi, mənlər burada bir söz dedim. Deyərsiz nədir? İlk əvvəllər belə idi. Milli Məclisin sədrini də böyük yazırdılar. Amma artıq yalnız Azərbaycan Respublikasının prezidenti böyük yazılır. Sədirdir, nazirdir, vitse-prezidentdir. Bunlar kiçik yazılır. Tərkibində bütün sözün baş hərfi böyük, yazılmayanı axtarıram. Gəlin görək onda hansılardır? Orden medal adları. Yalnız birincisi və dırnaqda yazılır. Yalnız birincisi böyük yazılır. Hansı mürəkkəb adı səhv yazılmışdır? 8 rəqəmlərsə martı böyük yazmalı idi. Düzgün yazı qaydası pozulmuşdur. Hansında pozulmuşdur? Gəlin görək. Yol patrolu 28 may, prezident böyük 28 may, yol patrolu xidməti. Oktyabrı O-nu kiçik hərflə güya verib deyə budur. Amma əslində burada böyük görsənir. O birilərin hamısı düzdür çünki. 30-u belə yazmalı idi. 30 oktyabr. O-nu isə bu cür. Fərqində birləşmə bütöv bir cümlə üzvüdür. Gəlin görək. Bizim zamanlar bütöv götürülür. Hansı söz birləşməsi işlənib? Tələsən adlı birinci növ ismi birləşmişlənmişdir. Aramla gedən feil sifət tərkibi işlənibdir. Bənövşə üzəndə feili bağlama tərkibi 1, 2, 4. 3 nədir ki? Məsdər tərkibi hansıdır? Görməyə tələsdi, səni baxça bax. Baxça bax, səni görməyə tələsdi, səni görməyə. Hansı mürəkkəbat səhv yazılıb? Bayram kiçik yazılmalıdır. 28 rəqəmlərsə may kiçik yazılmalı idi. Və salam. 2 ilə 4. Qalanları düzdür. Sonra feili birləşmə hardadır? Ondan bu söz eşidəndə onun dediyini dan yer ağarmağa başlayanda
Yazışı səhv verilən mürəkkəb adlar. Günü olanlar hamısı böyükdür. Aha, sonra Aygün poemadı dırnaqdaydı. Yazılma ardıcılığını göstərsiniz. Səhiyyə böyükdür. Deməli yazılışında bir səhv yol verilibdir. Dünya Azərbaycan hamısı böyükdür. Deməli yazılışında 3 səhvə yol verilibdir. Sonra deməli 1, sonra gəl 3. Əməkdar incəsənət xadimində i kiçik yazılmalı idi. Əməkdar böyük idi, i kiçik yazılmalı idi. Yenə bir dənə səhvdir. İncəsənət xadimi kiçik olmalı. Görüm kiçik yazılıb elə. Yox, kiçik yazmayıbdır. Aha, deməli burada yazılışında Azərbaycan Respublikasının incəsənət xadimi. Burada da bir gəlməlidir. Sonra vətənə xidmətə görə ordeni dırnaq yazılmalıdır. Və birinci 2 dənə səhv. Ən axırda isə gəlməlidir 2. Sonra yazışına səhvə yol verilməyən deyir hansıdır? Səhvə yol verilməyən yoxdur. Mənlər, əgər burada məsələn köhnə qaydalarda belə idi ki, əməkdar incəsənət də böyük idi, bircə xadim kiçik. Xeyr, amma incəsənət xadimi o insanın özüdür. Kiçik yazılmalı idir burada. Verilməyən yoxdur. Yazışına səhvə yol verilməyən yoxdur burada. Hamısı verilib. Gəlin baxaq da. Bax, səhiyyə nazir, səhiyyə böyük. Günü olanların hamısı böyük. Əməkdar incəsənət xadimi, elm xadimi demişəm kiçik. Orden medal adı dırnaqda və yalnız birincisi böyük. Aha. Mürəkkəb adın yazışı harda düz verilib? Elm xadimini kiçik yazılmalı idi. Deməli bu səhv. Ölü dəniz, Gəncə şəhər icra hakimiyyəti beynəlxalq qadınlar günü. 2 düzdür. Yol polisi 18 oktyabr. 18 rəqəmsə onu niyə böyük yazmayıb? Günü yenə böyük yazılmalıydı. Prezident Nazirlər Kabineti doğrudur. 28 dövlət mükafatı. Qələbə meydanı 28 may. Bu düzdür. Yazışı fikirlərdən səhv olan. Tabeli əlaqəsi ilə başqa cümlə üzərinə tabi olur təyin. Bəli, tabi olur, düz deyir. Bizə səhv lazımdır. Hər zaman feili xəbər aid olur tamamlıq. Məsələn, niyə? Deyirik ki, sən ondan ağıllısan. Deməli, 2 səhvdir. Təsirli hal yalnız tamamlıq və xəbər olur. Təsirli hal xəbər ola bilmir. Feili birləşmənin əsas tərəfi feilin təsviflənməyən formalar ifadə olunur. Düzdür. Tabeli əlaqəsində söz, əsas söz həmişə feil olur. Belə bir şey deməmişik. 2, 3, 5. Mürəkkəb ismi birləşməni göstərin. Ən azı, yəni 3 əsas nitq hissəsi olmalıdır. 3 əsas nitq hissəsi. 1, 2, 3. 1, 2, 3. Daha ədat da olmur ona görə. 1, 2, 3. Ən köməkçi nitq hissəsi də olmur. 1, 2, 3. İsmi birləşmə deyir. İsmi deyirsə görək, ətraflı fikir söyləmək getdi. Çünki bu feili birləşmədir. Burada 2-ni götürürük. 4-ü götürürük və 6-nı götürürük. Deyərsin, mənim danışmağımda da axı məstər var burada. Yenə deyirəm, əsas tərəf məstər olsa da birinci tərəf yiyəlik, ikinci tərəf mənsubiyyətdirsə, bunu ismi götürün. Yazışı səhv olanlar bəy kiçik yazılmalıydı, orta və sonda kiçik. Atom, AES, ATS ixtisar şəklində yazılır, böyük yazılmalıydı. Bayrağı ordeni dırnaqda və bayraq böyük yazılır, çünki dövlətin rəmzidir. 2, 3, 4. Asıl tərəf funksiyasına görə feili birləşmənin uyğunsuzluğu. Obyekt bildirir. Yəni üzərində iş görülən əşyanı dərsi oxuyur. B. Zaman bildirir. Səhər gözləyəndə C. Səbəb bildirir. Sevincindən ağlayır. Dincəlmək üçün məqsədli, tarlada məkandır. Aslı ismi birləşmə, feili birləşmə. Biri uyğun gəlir B, C. 2 uyğun gəlir D, E. Sənə görə qoşmadır. Köməkçinin qısasıdır. Birinci tərəf obyektdir. Biri uyğun gəlir A, D, obyekt, üzərində iş görülən yəni. Birinci tərəf yerdir, bağa getmək, B, dənizdən qayıtmaq, E. Birinci tərəf zamandır, dünən, C. Bitdi.